Şübhəli şeylərdən necə qaçmaq olar? Onun yollarını. Şübhəli şeylərdən qaçmağın yolları elmdir. Başqa yolu yoxdur. Elm. Yəni, şübhəli şeylər, çünki bəzən insan elmsizliyindən mən şübhəli şeylərdən qaçıram deyir. Yəni, şəriətin sənə icazə verdiyi şeyləri tərk edə bilər və şəriətin qayda olaraq qoyduğu xətdən çıxa bilər. Yəni, insandır, elə bilər ki, bu şübhəlidir. Amma həqiqətdə şübhəli deyil. Şəriət icazə verir. Cahilliyindən elə bilər ki, şübhəlidir. Və şəriətin icazə verdiyi şeyi tərk edir. Və səbəb nədir? Cahillik. O səbəbdən şübhəli şeylərdən çəkinməyin ən gözəl yolu elmdir. İnsan elmlə və bəsirət ilə bilir ki, nə haramdır, nə halaldır. Və bəzi şeylər də var, o haram və halallar arasında şübhəli olan şeylər və kişinin bu şübhəli olan şeylərdən çəkinməsi öz dinini qorumasına bərabərdir. Bu elmlə hasil olur. Bunun başqa yolu yoxdur. İxlasla.com saytı tərəfindən təqdim olundu.